Salam əziz izləyicilər, marafonun 3-cü günündə hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Newton qanunları olacaq. Birinci qanun Newtonun birinci qanununda deyilir ki, cisim sükunətdədirsə, həmin cisim sükunətdə qalmalıdır. Cisim düz xətli bərabər sürətlə hərəkət edirsə, həmin cisim elə bu hərəkət halına da davam etməlidir. Yəni, sizin Newtonun birinci qanunundan əsas olaraq bu iki cümləni bilməyiniz yetərlidir ki, sükunətdədirsə, sükunətdə qalmağa davam edəcək. Düz xətli bərabər sürətli hərəkət halındadırsa, həmin hərəkət halına davam edəcək. Davam edirik qüvvə anlayışı ilə. Qüvvə cisimlərin qarşılıqlı təsirini xarakterizə edən fiziki kəmiyyətdir. Qüvvənin tərifində qarşılıqlı təsir sözünü yadda saxlamalısınız. Vektorial fiziki kəmiyyətdir. F hərfi ilə işarə olunur. Vektorial olduğuna görə üzərinə vektorunu qoymalıyıq. Vahidi Newtondur. Ölçü cihazı isə dinamometrdir. Yadda saxlayın ki, dinamometrin iş prinsipi əsaslanır Hooke qanununa. Qüvvənin 3 əsas əlaməti var. Qüvvənin tətbiq nöqtəsi, ikinci qüvvənin olmalıdır ədədi qiyməti, yəni modulu, üçüncü isə olmalıdır qüvvənin istiqaməti. Davam edirik, növbəti anlayış əvəzləyici qüvvə anlayışıdır. Əvəzləyici qüvvə cismə təsir edən bir neçə qüvvəni əgər bir qüvvə ilə əvəz etmək mümkündürsə, bu qüvvə əvəzləyici qüvvə adlanır. Əvəzləyici qüvvənin tapılmasında bir neçə xüsusi hal var. Birinci hal, əgər qüvvələr cismə eyni istiqamətdə təsir edərsə, əvəzləyici qüvvəni tapmaq üçün bu qüvvələri toplamaq lazımdır. F əvəzləyici bərabərdir F1 üstəgəl F2. Əgər qüvvələr cismə əks istiqamətdə təsir edərsə, əvəzləyici qüvvəni tapmaq üçün modulda onların fərqini tapmaq lazımdır. Əgər bu qüvvələr cismə perpendikulyar olaraq təsir göstərərsə, əvəzləyici qüvvəni tapmaq üçün kökaltda onların kvadratları cəmini toplamalıyıq. Bu qüvvələr cismə müəyyən bir bucaq altında təsir göstərərsə, F əvəzləyici bərabərdir kök altında F1 kvadrat üstəgəl F2 kvadratı, üstəgəl 2F1 F2 kosinus alfa düsturu lazımdır. İndi isə bir neçə xüsusi hal var ki, məsələlərdə daha sürətli cavab tapmaq üçün bunları bilməyiniz çox yaxşıdır. İki dənə eyni qüvvədir, cismə təsir göstərir və onların arasında qalan bucaq 120 dərəcədir. Bu zaman əvəzləyici qüvvənin qiyməti bərabər olacaq F-ə. Yəni 5-dir, hər iki tərəfdən eyni qüvvə o deməkdir ki, 5 Newton, 5 Newton, onların arasında qalan bucaqda 120 dərəcədirsə, əvəzləyici qüvvənin də qiyməti olacaq 5 Newton. İki dənə qüvvənin qiyməti eynidir, arada qalan bucaq 90 dərəcədir, onda əvəzləyici qüvvənin qiyməti olacaq F kök altında 2. İki dənə qüvvənin qiyməti eynidir F, arada qalan bucaq 60 dərəcədir, əvəzləyici qüvvənin qiyməti isə olacaq F kök altında 3. Əvəzləyici qüvvə iki dənə qüvvənin cəmindən böyük ola bilməz, fərqindən isə kiçik ola bilməz. Növbəti anlayışımız ətalət. Cismə başqa cisimlərin təsiri olmadıqda sürətini saxlaya bilmə hadisəsi adlanır ətalət. Kütlə ətalətliliyi xarakterizə edən fiziki kəmiyyətdir. Skalyar kəmiyyətdir, M hərfi ilə işarə olunur. Vahidi isə kiloqramdır. Ölçü cihazı olaraq yadda saxlayın, tərəzi ilə ölçülür. Həcm. Cismin fəzada tutduğu yer həcm adlanır. Müsbət skalyar kəmiyyətdir, V hərfi ilə işarə olunur. Vahidi 1 kub metrdir. 1 litr 10⁻³ kub metrdir. Bu çevirmələri dəqiq bilməyiniz lazımdır. Məsələlərdə sizə çox lazım olacaq. 1 kub metr bərabərdir 10⁻³ desimetr kubu. 1 millilitr bərabərdir 1 santimetrin kubu. Həcmi ölçən cihaz isə menzurkadır. Menzurka, maye və xırda bərk cisimlərin həcmini ölçür. Sıxlıq Rho hərfi ilə işarə olunur, düsturu M/V'dir. Yəni, vahid həcmə düşən maddənin miqdarıdır. Həmişə düsturlardan tərif çıxardanda birinci kəsrin məxrəcini oxumağınız lazımdır. Sonra keçirsiniz kəsrin sürətini oxumağa, daha sonra da bərabərdir sözünü deyə bilərsiniz. Vahidi sıxlığın, kütlə vahidi kiloqram, həcm vahidi metr kubu olduğundan, onda sıxlıq vahidi kiloqram böl metr kubudur. Müsbət skalyar kəmiyyətdir. Cihaz olaraq fizikada elə fiziki kəmiyyətlər var ki, həmin fiziki kəmiyyətləri bir dənə cihazla təyin etmək olmur. Bu zaman nə etməliyik? Biz baxmalıyıq düstura. Sıxlığın düsturu Rho bərabərdir M/V'dir. Kəsrin sürətində kütlə var, kəsrin məxrəcində həcm var. Onda ayrı-ayrılıqda kütləni ölçən cihaz qollu tərəzi, həcmi ölçən cihaz menzurkadırsa, ikisindən bir yerdə istifadə etməklə sıxlığı təyin etmək olar.
Qrafiklər sıxlıqla bağlı olan bərk cisimlərdə bir də yadda saxlayın ki, mayelərdə sıxlıq kütlədən, həcmdən asılı olmayacaq. Yəni sabit bir qrafik olmalıdır bu şəkildə. Qazlarda isə necədir? Qazlarda sıxlıq kütlə ilə düz mütənasibdir. Sıxlıq həcmlə tərs mütənasib asılıdır. Kürənin və kubun həcminin düsturları məsələlərdə bizə çox lazım olur. Kürənin həcm düsturu 3/4 pi r kubu, kubun həcm düsturu isə a kubudur. Newtonun birinci qanunu və digər fiziki kəmiyyətlər haqqında olan əsas məqamları yekunlaşdırdıq. Davam edirik Newtonun ikinci qanunu ilə. Newtonun ikinci qanunu cismin hərəkət təcili, yəni A, ona təsir edən əvəzləyici qüvvə, yəni F ilə düz, cismin kütləsi ilə tərs mütənasib asılıdır. Qrafikləri də belə olacaq. A-nın F-dən asılılığı düz mütənasib, nə zaman M konstant olanda. A-nın, yəni təcilin kütlədən asılılığı tərs mütənasib, F konstant olanda. Təcil hər zaman yadda saxlayın, əvəzləyici qüvvə istiqamətində yönəlir. Burada 2 dənə hal var. Hətta deyərdik 3 dənə. Bərabər yeniləşən, bərabər yavaşlayan nə zaman bərabər sürətli olur. Qayda 1. Əgər qüvvə və sürət eyni istiqamətdə olarsa, hərəkət olacaq bərabər yeniləşən. 2. Əgər qüvvə və sürət əks istiqamətdə olarsa, hərəkət olacaq bərabər yavaşlayan. Qüvvənin də qiyməti, təcilin də qiyməti sıfıra bərabər olarsa, bu zaman hərəkət olacaq düz xətli bərabər sürətli hərəkət. Bizim ən əsas qeydlərimizdən biri kütlənin qiyməti təcildən, qüvvədən asılı deyil. Yəni biz stolun üstünə 1 kiloqramlıq cisim qoymuşuqsa, ona nə qədər qüvvə ilə də təsir göstərsək, həmin cismin kütləsi olduğu kimi qalmalıdır. Newtonun ikinci qanununda A bərabərdir F bölək M düsturundan. F-i tapanda F bərabərdir MA yadda saxlamaq üçün hər zaman bir cümlə deyirəm, hər dərdə şəfa. F bərabər MA, hər dərdə şəfa. Qüvvənin vahidi Newtondur. Newtonun açılışını bilmək lazımdır. Necə yadda saxlayaq? Kütlənin vahidi kiloqramdır. Burada da kiloqram var. Təcilin vahidini artıq öyrənmişik. Metr böl saniyə kvadratı. Burada da onu yazmaq lazımdır. Kiloqram vur, metr böl saniyə kvadratı. Mərkəzdə qaçma qüvvəsi F bərabərdir MA. A-nın yerinə isə mərkəzdə qaçma təcilinin düsturlarını yazmalıyıq. Omega kvadratı R-dir, V kvadratı bölək R-dir və omega V-dir. Mərkəzə qaçma qüvvəsi də eyni mərkəzə qaçma təcili kimi tam mərkəzə doğru yönəlməlidir istiqamət olaraq. Newtonun ikinci qanununu da yekunlaşdırdıq. Davam edirik Newtonun üçüncü qanunundan. Newtonun üçüncü qanunu ən sadə formada təsir bərabərdir əks təsir cümləsi ilə yadda saxlayın. Cisimlər bir-birinə eyni bir düz xətt boyunca yönələn, modulca qiymətcə bərabər olan, istiqamətcə isə əks olan qüvvələrlə təsir edir və həmin qüvvələr eyni təbiətli olmalıdır. Müxtəlif cisimlərə tətbiq olunur və bizim burada bir qeydimiz var ki, müxtəlif cisimlərə tətbiq olunduğuna görə onlar bir-birini tarazlaşdırmır. Təcillərin nisbəti bərabərdir kütlələrin tərs nisbəti. A1 bölək A2 bərabərdir M2 bölək M1. Qüvvəni toplananlarına ayırmağın qaydası. Bu formada bir F qüvvəsi təsir göstərir və biz onu X və Y oxları üzrə proyeksiyalarına ayırmalıyıq. X oxu üzrə proyeksiyası olacaq bu formada, Y oxu üzrə proyeksiyası isə olacaq bu formada. Fx-i tapanda bizim qaydamız budur ki, F kosinus alfa olmalıdır. Fy-i tapanda F sinus alfadır. Yekun olaraq əvəzləyici qüvvəmizi, yəni orada olan proyeksiyalara ayırdıq. Burada olan F qüvvəsini tapmaq üçün nə etməliyik? Kök altında onların kvadratları cəmini toplamalıyıq. Yeni bir qaydamız bağlı cisimlərin tərpənməz blokda hərəkəti. Biz bu qaydanı mövzu izahında daha detallı şəkildə izah etmişik. Bu marafonda isə bizim məqsədimiz sürətli şəkildə təkrar etməkdir. İmtahana yaxın qısa bir vaxt ərzində bütün qaydaları sürətli təkrar etmək olduğundan mən burada yalnız sizə təcilin və təgərilmənin düsturunun izahını verəcəm ki, bağlı cisimlərin tərpənməz blokda hərəkəti, yəni bu tipdə məsələlər görəndə təcili tapmaq üçün düsturunuz kütlələri fərqi, bölək kütlələr cəmi vuraq J, yəni kəsrin sürətində kütlələrin fərqi yazılmalıdır, kəsrin məxrəcində kütlələrin cəmi yazılmalıdır. Təgərilməni tapanda isə 2M1 M2 bölək M1 üstəgəl M2 vuraq J düsturu olmalıdır.
Beləliklə, biz artıq sizlə 3-cü mövzunun da sürətli təkrarını yekunlaşdırdıq. Ümumi olaraq sizə bildirəcəm ki, nələrə diqqət etməyiniz lazımdır. Newtonun qanunlarına, birinci qanunu, ikinci və üçüncü qanunu bilmək lazımdır. Qüvvə, əvəzləyici qüvvənin tapılma halları, daha sonra kütlə, həcm, sıxlıq, üçünün fərqini bilmək, onların vahidləri, cihazları və burada olan bu çevirmələri bilməyiniz lazımdır. Daha sonra Newton qanunlarını yekunlaşdırandan sonra qüvvənin toplananlara necə ayırmaq olduğunu və bağlı cisimlərin tərpənməz blokda hərəkətində iki əsas düsturu bilməlisiniz: təcil və təgərilmə. Bununla da artıq sizlə marafonun 3-cü günün videosunu, yəni Newton qanunlarının videosunu yekunlaşdırdıq. Hər birinizə uğurlar.